Oponentləri Rifat Əl-Əsədi 1982-ci ildə Suriya ordusunun müsəlman qardaşlarının üsyanını yatırmaq üçün Hamada törətdiyi qırğında iştirak etməkdə ittiham edir. Lakin o bu ittihamı rədd edib. Qardaşı, sabiq prezident Hafiz Əl-Əsədə qarşı uğursuz çevriliş cəhdindən sonra Rifat Əl-Əsəd Avropaya sürgün edilmişdi. Artıq 30 ildir Suriya rejiminin sabiq vitse-prezidenti 1988-ci ildə Hamada on minlərlə insanın vəhşicəsinə öldürülməsini yaxından iştirak edən Rifat Əl-Əsəd Suriyadan götürdüyü çirkli pullarla Avropada rahat həyat sürür. Mümkündür ki, bu belə davam etməsin. İspaniya polisi keçən həftə sabiq vitse-prezidentə və onun ailəsinə məxsus evlərdə reydlər keçirib. Məhkəmələr bu ailəyə təxminən 740 milyon dollar məbləğindəki 500 əmlakın müsadirə edilməsinə dair qərar çıxarıb. Müstəntiqlər indiyə qədər Rifat Əl-Əsədin dövlət fondundan 330 milyondan çox dollar xərclədiyinə inanır. Rifat Əl-Əsədin ailəsi bəyanatla çıxış edərək heç vaxt Suriya xalqına məxsus pullardan istifadə etmədiyini bildirib. 2013-cü ildə Fransada aparılan təhqiqat zamanı Rifat Əl-Əsədin oğlu atasını Səudiyyə Ərəbistanının imkanlı adamlarının maliyyələşdirdiklərini demişdi. Bu pullar dostlardan, Rifat Əl-Əsədin müxalifət hərəkatını dəstəkləyən dostlarından gəlib. Rifat Əl-Əsədin Londonun Mayfair məhəlləsindəki evinin qiyməti 12 milyon dollardır. Əleyhdarları Britaniyanın da İspaniyanın atdığı addımı atmasını, Rifat Əl-Əsədə məxsus əmlakı müsadirə etməsini istəyir. Ölkəsi əziyyət çəkdiyi bir vaxt Rifat Əl-Əsəd milyardlar xərcləyərək kef edə bilməz. Lakin oponentlər Londonun çirkli pullar mərkəzi kimi tanıdığını və ola bilsin ki, Rifat Əl-Əsəd üçün istisna olmayacağını deyir. Görəsən Britaniya rəsmiləri bütün cinayətkarların, bütün oliqarxların çirkli pulların arxası getmək istəyirlər, yoxsa biz yalnız birini, Əsədi seçirik? Britaniya qanunları əmlak müsadirə edilməzdən öncə cinayətə dair məhkəmə hökmü tələb edir. Çirkli pulların yuyulması, iqtisadi cinayət, korrupsiya hallarında rəsmilər mülkiyyət cinayət yolu ilə əldə edilən pullarla alınıb. Buna görə də müsadirə olunur deyə bilər. Britaniyanın yeni qanunvericiliyi məhkəmələrə insan haqlarının pozulması yolu ilə əldə edilən aktivlərin müsadirəsinə icazə verir. Lakin təhlilçilər deyirlər ki, Suriya hökumətinin yardımı olmadan Rifat Əl-Əsədin keçmişdəki zorakılıqlarda əli olduğunu sübut etmək çətin olacaq.